Hər vaxtınız xeyir olsun, əziz millətim. Bəzən elə olur ki, böyük bir millət, hamını nəzərdə tutmuram, böyük bir əksəriyyəti doğru danışmır. Amma bir nəfər görürsən, doğru danışır. Və o doğrudan da haqlı söhbət edirsə, düzgün arqument gətirirsə və burada məntiq varsa, o bir nəfər adamla hamı razılaşır və deyirlər ki, bu kişi düz danışır, bu kişi deyənə qulaq asmaq lazımdır. Bax, siz deyirsiniz Novruz bayramı. Mən isə deyirəm bahar bayramı. Mən tək bax deyirəm bahar bayramı. Hər yerdə də çıxışlarımda, konsertlərimdə, toylarda deyirəm ki, bahar bayramı. Amma siz böyük əksəriyyətiniz deyirsiniz ki, Novruz bayramı. Deyirsiniz 10 milyard ildir, 100 milyard ildir, bilmirəm. Bahar gəlir. Baharın qarşısını almaq mümkün deyil. Hər ilin o vaxtlar ola bilər qədimdə təqvim olmayıb, amma indiki təqvimlə martın 20-si, 21-i bu bahar gəlir. Baharın qarşısını almaq mümkün deyil. Və baharda mütləq qan qaynayan dövr olduğuna görə şirniyyat yeyirlər, qoz fındıq yeyirlər. Bu, insan orqanizmi üçün lazım olan zəruri şeylərdir. Niyə görə biz bu baharın gəlişini fransızlaşdırmalıyıq, ingilisləşdirməliyik, ruslaşdırmalıyıq, italyanlaşdırmalıyıq, farslaşdırmalıyıq? Ha, bu nov fars dilində yeni deməkdir, ruz gün deməkdir. Əvvəllər qəzet buraxırdılar İranda, ona ruznamə deyirdilər. Hər gün çıxdığına görə ruznamə deyirdilər. Məsələn, söz var, belə bir söz var ki, Allah ruzu bol eləsin. Yəni, gündəlik qazancığı bol eləsin. Yəni, Novruz yeni gün deməkdir. Farslar da otururlar orada, bizə gülürlər ki, bütün Türk dünyası bizim bayramımızı eləyir, Novruz. Bu bizə lazımdır. Əvvəllər ruslar bizi barmağına doluyurdu, indi də farslar. Biz əgər öz bayramımızı baharın gəlişi ilə əlaqədar olaraq bahar bayramı adlandırsaq, bu bütün Türk dünyasına nümunə olar. Bütün Türk dünyasının dövlətləri artıq baharın bayramını, baharın gəlişini bahar bayramı kimi qeyd edirlər. Və biz bütün Türk dünyasına nümunə ola bilərik. Bunu mən Mirzə Ağayev adına Azərbaycan Dövlət İncəsənət Universitetini bitirən bir adam anlayırsa, bəs bizim bu böyük icra başçılarımızın birinci, ikinci, üçüncü müavinləri, yəni bunu bilmirlər, anlaya bilmirlər. Özünüz bilərsiniz, məndən demək. Amma vaxt olacaq, deyəcəksiniz ki, rəhmətli o kişi düz deyirdi, elə bahar bayramı olmalıdır.